Burada aləm bir-birinə qarışmışdı. Hər yeri toz basmışdı. Güclə silib təmizləmişik. Yığışdıran yoxdur. Arvadsız ev belə olar. Bəs mənim nəvəm ana? Nəsə səsi gəlmir. Yatır. Yol yorub onu. Nə oldu? Yatıb. O niyə belə arıqdı? Bilmirəm kimi oxşayıb. Zorla yedirdirəm, amma yenə kökəlmir. Hə, şəhər uşağıdır, aydındır. Yəqin açsan. Axtardım, yeməyə heç nə tapmadım. Elə Leylanın da acacına yatırtdım. Hə, çoxdan evdə olmamışam. Bəs kürəkənim ana? Nədir o, gələ bilmədi? Bizə nə gətirmişsən? Əsl bal yemək istəyirəm. Lənət şeytana. Neyini sənə şeytan? Öz-özünə nə donğunlanırsan? Hə? Bu balıq quruyur. Deyirəm, bizim palıd quruyur. Karsan? Yox, fikirləşirəm. Şeytan şeytanı lənətləyir. Bu nə sözdür mənə deyirsən? Səncə mən şeytanam? Şeytan olmasan da bədniyyətsən. Niyə? Əgər sən namaza kömür tədarük eləyib, onun üçün pamdır əkməsəydin, o bura ayaq açmazdı. Hara ayaq qoyursa, ora quruyun məhv olur. O öz kefində sən səziyyət çəkirsən. Qalx, hara oturursan? Nə gözlərini zilləmsən? Bu müqəddəs ağacda ona bu cür baxmaq olmaz. Bağır əmi, deyirlər bu ağac haqqında əfsanə var, düzdür? Hə, Güya o misli görünməmiş bir gözəlin göz yaşlarından və adi çobanın çomağından böyüyüb. hə, elədir. Bağır əmi, yəni sən bu boş uydurmalara inanırsan. Bu boş uydurma deyil namaz, əfsanədir. Hə, əfsanə isə boş yerə yaranmır. Bağır əmi, düzünü deyim ki, mən sənə həsəd aparıram. Buralar çox gözəldir. Sənin yerin olsaydım, qışda da buradan getməzdim. Nəyinə lazımdır kənd, o ev, həyət? Toz torpaq adamı bezdirir.
Gəl sən o evi, sat mənə. Bəs onda mən harda ölməliyəm? Meşədə? Mən sənin yaxşılığını istəyirəm. Sənin komanı təmir eləyərəm, işıq çəkərəm, televizor alaram. Sən də həm meşənin keşiyini çəkərsən, həm də mənim kebabxanamın. Nə kebabxanam, nə danışırsan? İstəyirəm, qoca palıd haqqındakı əfsanəni yeniləşdirim. Məyər o buna layiq deyil? Qoy hər yerdən cəmaat gəlib ona təzim eləsin. Çox zəngin təsərrüfatımız var. Dolanmaq olar, nə istəsən varımızdır. Çatdıra bilmirəm, yoldaş İdrisov. Nə? Doğru sözümdür, bilmirəm. Pətəklərə baxım, malqaraya, yanamaza kömür hazırlayayım. Meşəyə baxmağa vaxtım qalmır, çatdırmıram. Əgər çatdırmırsansa, deməli qocalırsan. Səndən qulağıma cürbəcür söz-söhbətlər çatır. Öz aramızda sən əvvəllər belə deyildin. Bilirəm, səni başdan eləyən o Nur Cəfərdir. Elə bilirsən, mən bilmirəm. O bizim rayona gələndə kim ona əl uzatdı? Kim? Mən onu bura düzəltdim. Bəs o, orada-burada ağzına gələni danışır, ara qatır. Yox, Nur Cəfərlə işiniz olmasın, onun təqsiri yoxdur. Mənim öz ağlım var. Onda mən deyəmdir, qocalırsan. Qocalıram ya, qocalmıram. Bir sözlə daha namaz üçün işləməyəcəm. Bezmişəm. Mən onun muzduru deyiləm. Yaxşı, bizim iləyimiz necədir? Bu gecə bal olamalıdır. Yaxşı. Fürsəti əldən vermə, ha. Birinci dəfə balalayır. Salam. Aleykümselam. Otur, otur. Görüm onu. Tüvəngi yoxlayırdın. Tamam pasatır. Laf yaxşı. Deməli, meşədə sakitlikdir. Bağır, su ver içək. Bu dəqiqə. Nə var, nə yox? Sağ ol, şikayetim yoktu. Yaxşı. İçirsən? Yok. Biz her gün bulağdan içirik. Əla. Ay maşallah. Sən Allah incimə, Nur Cəfər. Mən çoxdan səndən bir söz soruşmaq istəyirəm. Sən ağıllı, savadlı adamsan. Səni bu meşəyə nə gətirib axı? Ben səs-küydən, qarşılıqdan, narahatçılıqdan qaçıram. Burada çay meşə var, sakitlikdir. Fikirləşmək asaddır. Tam sakitlik, adama ilham gəlir burada. Yox, yox, onu demirəm. Deyirəm, bu yaşda indiyədək Müharibədə ağır yaralanmışdım. Evdə məni ölmüş bilirdilər. Qaydanda öyrəndim ki, nişanlım çoxdan ərə gedir. Heç yerdə özümə yer tapa bilmədim. Mən işləməyə başladım. Öküz kimi işləyirdim. Gecələr isə şeir yazırdım. Anam həmişə xahiş edirdi ki, evlənim, evə gəlin gətirin. Arzusuna çatmadı. Evlənmək qərarına gələndə isə artıq gec idi. Heç kimə lazım değildim. Bax, beləcə mən tək qaldım.
Bundan sonra ilham pərisi gəlib səni tapdı. Eşidirsən? İnək böyürür, yəqin balalayır. Gözün aydın. Bax, sən də dünyaya evlad getirdin. Ha, ne oldu erkekti dişi? Dişi. Ha, İdrisov'un ailesinin bir yüzü de aktı. Daha bir kızı oldu. Çekil buradan. Bu ağaca dokunma. Gel buradan. Ha, Bağır əmi, xoş gördük. Nə olub? Nədən narazısınız? Boş yerə əsəbləşməyin. Siz bir bura baxın, görün nə tikmək istəyirik. Məyər bu pisdir? Siz buradan geçseniz daha yaxşı olar. Bura bax. Sən buradan nə ağalıq eləyirsən? Nədir, yoxsa meşə sizə babanızdan miras qalıb? Özündən çox razısan, ha, Nur Cəfər? Yerindedir. Davam eləyin. İşinizi görün, vaxt itirməyin. Nahaq, mənə mane olursunuz. Özünüz görəcəksiniz. Burada nələr olacaq? Musiqi, keyf, kabab, sənin üçünsə hər şey havayı. Bu dəqiqə cehennem olun buradan. Sən nə inirsən? Onu sal aşağı. Mənə müdür icazə verib. İtirin dedim buradan. Ben hiçbir müdür tanımıram. Gidin. Sen de tez. Gedək. Tez. Gedirik, gedirik. Gördün? Ama değirdim Beşer'in ağası İdrisov'du. Ve bu xeyrxax insan olan Bağır təbiətə vurğun idi. O səhərdən geciyədək, yorulmaq bilmədən işlərdi. Günlərin bir günü təəccüb onu bürüyür. Bu nədir belə? Külək yox, yağış yox, amma meşəni vıyıltı bürümüşdü. Təkcə Dədə Palıdın budaqları tərpənmirdi. O zaman Bağır başa düşdü ki, Yaxşı. Dədə Palıd yorulub. O zaman Bağır qışqırdı, ey insanlar! Bunu sən qışqırırsan. Ey insanlar! Qoymayın Dədə Palıd məhv olsun. O olmasa meşədəki ağaclar hamısı məhv olacaq. Yekə kişilərdir. Meşə yox olacaq və Tamaşa məmləkət qurublar, meşəsiz utanmırlar. qalacaq. Siz cəmadə ələ salırsınız? Hey insanlar! Belə yer bizim nəyimizə Hey, dayanın, gərək? siz hara gedirsiniz? İnsanlar Bağır'ın yalvarışını eşidib, hər tərəfdən gəlib Kür çayından Dədə Palıd üçün arx qazdılar. Su axıb, ağacın dibinə töküldü. Birdən Dədə Palıd canlandı, sola baxdı, sağa baxdı, Bağır'ı görüb dedi, salam ey mənim qardaşım insan, nə qədər sən yaşayırsan, mən heç vaxt quruyub tələf olmayacağım. Yarpaqların xışıltısı, suların şırıltısı, hamısı birlikdə qışqırdı. Yaşasın Bağır, bu meşənin xilaskarı. Ata, sənə şad xəbər verəcəyik. Tahir zəng vurmuşdu, dedi ki, bura gəlir həmişəlik. Biz getdik onu qarşılayaq. Birazdan qayıdacağıq, gözlə bizi. Açarlar həmişəki yerindədir, Nazlı.